Və bəllidir ki, həmçinin sağlamla və yerli kəsə oruç tutmaq vacib olur, amma xəstə ilə müsafirə isə oruç tutmaq vacib olmur. Dəlil nədir? "Mən kana maridan aw ala səfərin fa iddatun min ayyam ukhra." Kim xəstə olarsa, ya səfərdə olarsa, Quran-Kərim ayəsinə görə nədir? Onlar başqa vaxt orucunu tutsunlar. Yəni xəstə olduğu müddətdə orucu tutmadılar Ramazan ayı, buraxdılar 2 gün, 3 gün. Ramazan bitdikdən sonra yeniyir, o qəzanı oruçdur. Və deyir ki, əgər xəstə ya musafir oruç tutarsa, onun orucu səhihdir yoxsa yox? Orucu səhihdir. Lakin onun oruc açması rüxsətdir. Kim rüxsəti götürərsə, o onun üçün nədir? Artıq onun üçün xeyirdir o. Sonra gəlir ki, hansı əfsəldir? Orucunu açmaq, yoxsa orucunu tutmaq? Deyir ki, əgər xəstə ya musafir oruç tutmağında məşəqqət yoxdursa, musafirin ya xəstənin oruç tutmasında məşəqqət yoxdursa, oruç tutması əfsəldir. Əgər məşəqqət varsa, çətinlik varsa, bəllidir. Nədir? Məşəqqət var, çətinlik varsa, nə var onda? Onun üçün artıq orucunu açmaq nə olur? Daha əfsəl olur. Tutdunuz mu? Şəriət bizə nəyə öyrəndir? Orta yolu. Sən öz-özünü yaxşı bilirsən. Əgər məşəqqət varsa, orucu tutmursan. Hansı hədis? Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem vaxtında biz Ramazan ayında döyüşə çıxardıq. Düzdürmü? Yola çıxardıq döyüşə. Və deyir, bizdən bəziləri oruç tutardı, bəzilərisini yerdi, yəni tutmazdı. Və baxın, gözəl söz işlədir burada sahabə. Deyir, oruç tutanlar, oruç tutmayanlar isə oruç tutanları yeməzdir, qıramazdır. Düzdürmü? Və deyir, kim özündə güc, qüvvət tapardısa, oruç tutardı. Və o onun üçün nə idi? Gözəl idi, yaxşı idi. Və kim ki özündə zəiflik tapardısa, orucunu açardısa, o üçün gözəl xeyirdir. Hədis harada gəlir? Tirmizdə gəlməlidir. Hədis Tirmizdə gəlir. 574-cü. Burada məsələ nədir? Prosta ixtilafa keçim, deyə biraz artım, faydanı gətirmir burada şeyh. Gəlir ki, başqa hədisdə ki, Allah Resulü sallallahu aleyhi və səlləm səfərə çıxanı sahabələrinə, Ramazan ayında yenə olur, əmr edir ki, orucu açın. Və sahabələrin bəziləri açır, bəziləri açmır orucu. Açanlar Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlirlər, deyirlər ki, ey Allah Resulü, bəziləri orucu açmırlar. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, fəuləik usa, fəuləik usatun, fəuləik usatun. Onlar deyir, asi oldular, onlar asi oldular, onlar asi oldular. Və bu hədisə görə alimlər nə deyirlər? Deyirlər ki, müsafir üçün oruç tutmaq haramdır. Bu hədisə görə. Düzdürmü? Amma bu hədisi görsə nə deyir? Oruç tutmaq gəlir. Düzdürmü? Ki, nə qıramazdır. Burada cəm nədir? Orta cəmləşdirmək lazımdır. Düzdür, bu hədis, sanki bu hədis o hədis ziddiyyətlidir. Orada Allah Resulü sallallahu aleyhi ve sellem deməz ki, onlar asi oldular, Allah Resulü sallallahu aleyhi ve sellem əmrinə görə. Allah Resulü sallallahu aleyhi ve sellem əmr etdi nəyi? Orucu açın. Onlar orucu açmadıqlarına görə Allah Resulü sallallahu aleyhi ve sellem deyir, onlar asi oldular. Oruca görə yox, oruç tutana görə yox. İtaət sizə görə. Tutdu söhbəti burada. Ona görə alimlər burada bu iki hədisin cəmləşdirməsində bunu gətirirlər. Oldu mu qardaşlar?